vizamı götürməyə. Viza götürmə kombinim. Bəli dostlar. Vizamı aldım nəhayət. İçindəkindən xəbərim var deyə çox da bilmirəm. Yəni nə var bilirəm. Deməli bugün mən viza almışam. Baxırıq içində nələr çıxır. İçindəkindən və içindəkindən xəbərim var. Amma yenə də sizinlə birlikdə unpacking edək dedik. Əslində mən multivizaya müraciət eləmişdim uzun müddətli və ümid edirdim ki, bu nədir? En azından 6 aylıq bir multiviza verərlər deyə düşünmüşdüm. Amma multiviza veriblər. Amma 15 günlük multiviza veriblər. Sakin ol Kemal. Qəşəng düşdüyüm bu biometrik şəkillərdə biri bu pasportumdakı şəkillərimdir. Biri də indiki bu viza şəklimdədir. Heç olmasa bu qədər burada pasportumda vizalarım var idi də. Bunlara hayfınız gələrdi, multiviza verərdiniz də. Heç olmasa 6 aylıq verərdiniz. Odur ki, istədiyimiz tarixi uyğun veriblər. İstədiyim tarixə 5 gün qalıb getməyimə, amma nəysə. Qırıq Almancamdan gedirəm Almaniyada Almanca danışmıram. Nəysə, bu da mənim belə viza unpackingim, small vlog unpacking tipli bir videomuydu. Full time travel blogger olaraq qarşılayacağım. Çox cringe-ləşmədən bəsdir, yetər. Sağ olun.